Bu gün sizlərə uşaqlarda yalan danışmanın 5 səbəbi haqqında danışacağım. Birincisi, uşaqlar yalan o vaxtda danışır ki, onlar bilir ki, doğrunu desələr cəzalanacaqlar. Cəzalanmaq və bu səbəbdən də yalan danışaraq cəzalanmaqdan qaçırlar. İkinci isə uşaqların yalanı normal bilməyidir. Məsələn, evdə görür ki, telefona zəng gəlir və anası deyir ki, denən evdə yoxam. Və uşaq bu zaman nə başa düşür? Düşünür ki, yalan danışmaq olar. Əgər sən çətin vəziyyətdəsənsə, sənin mənafeyinə xidmət edirsə, mənfəətinə, onda yalan danışa bilərsən. Anam ona görə mənə yalan danışma deyir ki, məni kontrol edə bilsin, məndən xəbər tutsun, yəni məni idarə edə bilsin deyə deyil. Əslində yalan heç də pis bir şey deyil. Yəni pisdirsə də o qədər də pis deyil. Üçüncü isə uşaqlar ümumiyyətlə 4 yaşa qədər yalan danışa bilmirlər. Onlarda yalan danışma mexanizmi təfəkkürlərində hələ formalaşmır ki, valideyni aldada bilsinlər. Bu zaman uşaqlar xəyal gücü ilə həqiqəti ayıra bilmirlər. Yəni uşaq beynindənsə xəyal edir, məsələn, mənim maşınım göydə uçurdu və yaxud kukla məndən danışdı və s. Bu kimi beyinlərində xəyal etdiklərini həqiqət kimi valideynə danışa bilərlər. Dördüncü isə uşaqlar yalan o vaxtda danışırlar ki, onlar yalan danışanda kimlərsə gülür və yaxud diqqət mərkəzində olurlar. Deyirlər, bunun bir çox bilmişliyinə bax və s. Bu kimi sözlər işlədəndə uşaqlar yalan danışmağa daha da meyllənirlər. Yəni biz valideynlər özümüz də bilmədən uşağı yalan danışmağa tətikləyirik. Ən azından uşağa bunun pis olduğunu desək də, məsələn, qonaq gedəndə, evə kimsə gələndə ona uşağın çox bilmişliyindən danışırıq. Və uşaq da görür ki, məni də anlayırlar, bu pis şeydir. Amma mən ətrafda şəxsiyyətə çevrilirəm. Yəni, şəxsiyyətə çevrilirəm deyərkən, yəni populyar, aktual oluram. Məndən danışırlar. Bu zaman da uşaq yalan danışa bilər. Onsuz da cəzalanmıram ki, sadəcə olaraq deyirlər, yalan danışma pisdir, belə elə danışırlar. Amma ən əsası mən aktual oluram və mənim haqqımda danışanda gülürlər və s. Beşinci isə bəzən bu yalanlar yeniyetməlik dönəmində olur. Uşaqlar bunu cəzalanmaq qorxusundan yox, sadəcə olaraq narahat olmasınlar deyə, valideyn onun işlərinə müdaxilə etməsin deyə, problemdən yayınmaq üçün yalan danışırlar. Bu da öz sərhədlərini qoymaq üçün, onun sərhədlərindən daxilə girməmək üçün, sadəcə olaraq söhbəti əvvəldə kəsmək üçün, yəni bu həqiqəti desəm, bu müzakirə mövzusu olacaq və davam edəcək söhbət belə deyək, problemindən, yəni bunu bir narahatlıq kimi artıq düşünür, yenə başlayacaq mənə suallar verməyə falan. Bu səbəbdən yalan danışırlar ki, məsələ ilə burada da bağlansın, yəni valideyni aldadın, kobud desək yola verirlər. Bu da 5-ci yalan danışmaqdır. Yalan danışmağın ümumiyyətlə səbəbləri çoxdur. Mən bugün ən əsas 5 səbəb haqqında danışdım.